Haqqımda haqsız olan, haqqıma girən insanları Allaha həvalə edirəm. Sadəcə deyirəm, Allahım sən görürsən, ya elə həmin saat ya da bir-iki günə həmin insanlara nəsə olur, tez göstərir. Rəbbim mənə çox təəccüblənirəm. Bəzi insanların ola bilər, Allah duasını da eşidir, nifrini də eşidir. Bəzi insanların qəlbi sınıb deyənə ağzını açıb dua eləyən kimi Allah qəbul edir. Qorx o insandan ki, onun Allahdan başqa köməkçisi yoxdur. O əlin qaldırsa, aləm deyər bir-birinə. Qorx o insandan. Bəzi insanlar ki, bizə pislik eləyib, gəlir hərdən əlimizi qaldıraq, deyən ilahi Rəbbim, sən onu özün islah elə. Bəzi insanlar var, tamamən xarab insandır. Bəzi insanlar var, özü xarab deyil, əməli xarabdır. Özü pis deyil, əməli pisdir. Bir insan ki, özü pis deyil, əməli pisdir, onu dua eləyək ki, ya Rəbbəl aləmin, onu pis əməldən çəkindir, onu nifrin eləməyək. Bir insan ki, da cəmiyyətə zərərli insandır, ziyandan başqa bir şey vermir, da vücudu xarabdır. Bu insana nifrin eləyək ona.